Pinduoduo yoxsa Taobao? Hansı daha ucuzdur bu videoda? Herkese salam dostlar, Fikirli kanalına xoş gəlmisiniz. Bu videoda Taobao və Pinduoduo müqayisəsi etmək istəyirəm. Taobao və Pinduoduo nədir? Hər iki proqramda Çin mənşəli alış-veriş saytlarıdır. Qeyd edeyim ki, hər ikisində də alış-veriş etmişik və bu videoda isə məhsul müqayisəsi etmək istəyirəm. Görüm hansında daha ucuz məhsullar var. Onun üçün də çox uzatmadan keçək telefonumuzun ekrana, baxaq görən hansı məhsullarımız var. Qiymət müqayisəsi edək. Məsələn, keçdik telefonumuzun ekrana. Bu şəkildə ekrana həm Taobao olsun, həm də ki Pinduoduo'nun proqramını yükləmişəm və ikisini də yan-yana qoyub qiymət müqayisəsi eləyəcəm. İlk öncə mən Taobao'ya baxmaq istəyirəm. Burada bildiyiniz kimi çeşidli ucuz məhsullar satılır, hansı ki yəni ki, tapa bilmədiyiniz fərqli Temuda olmayan çox məhsullar Taobao'da listələnir. Yəni burada gördüyünüz kimi elə məhsullar var ki, Temuda satılmır. Hətta kombüter detallarından başlamış, yəni ki, maşın detallarına kimi hər şeyi burada tapa bilərsiniz dostlar. Fərqli bir dənə məhsul müqayisəsi etmək istəyirəm. Axtarış bölməsinə bir kərə daxil oluram. Qeyd edim ki, saytlar Çin dilindədir, amma Çin dilində olmaya baxmayaraq axtarış bölməsinə ingilis dilində yazdıqda məhsullar çıxır. Deməli dostlar, baxın, burada fərqli bu masaj aləti çıxır. Fərqli də satıcılar qiymətə qoyub. Məsəl üçün bu məhsulumuz 75 yuana satılır. Bu isə 82 yuana satılır. 64 yuana da satan var. Baxaq görüm, 55.9 yuana da satan var. Bunların fərqli modellərinə görə qiymətləri dəyişir. Onu da sizlərə qeyd edeyim. Məsəl üçün bu N7 gedir. Bu isə fərqli bir 6D modeli gedir. Məsəl üçün deyirəm. Yəni versiyasına görə qiymətləri dəyişir. Mən N7-yə baxmaq istəyirəm. Çünki ən ucuzu bunlardır. Baxın, 55.9-a satılır. Burada isə 84-də satılır. Yəni ki, fərqli qiymətə daha detallı axtarmaq üçün məhsula daxil oluram. Baxın, bu şəkildə. Və məhsula daxil olduqdan sonra gördüyünüz kimi burada şəkli var. Şəklinə bir kərə klik edib ekranın screen alıram. Yəni ki, ekran görüntüsünü bu şəkildə alıram ki, daha detallı bir şəkildə mən məhsul analizi eləyə bilim. Ekran görüntüsünü aldıqdan sonra daxil oluram Pinduoduo saytımıza. Daxil olduqdan sonra Pinduoduo'da fərqli ucuz məhsullar satılır. Baxın, gördüyünüz kimi. Məhsulu axtarış etmək üçün bir kərə axtarış bölməsinə sıxıram dostlar. Qeyd edim ki, bu Pinduoduo'da da Çin dilində olmasına baxmayaraq ingilis dilində yazdıqda, yəni məhsullar tapa bilirsiniz. Məhsulu axtarmaq üçün axtarış bölməsində burada fotoaparat işarəsi var. Bir kərə fotoaparat işarəsinə sıxıram. Fotoaparat işarəsinə sıxdıqda və telefonumdan həmən ekran görüntüsünə aldığım məhsulu seçmək istəyirəm. Gördüyünüz kimi bir məhsula bir kərə klik edirəm və məhsulun görüntüsünü alır. Taobao'da bu məhsulu ekrana əlavə etmişəm, bu qiymətədir. Baxın, gördüyünüz kimi. Və Pinduoduo'da baxın, gördüyünüz kimi 39.6 yuana satan var, 37.9 yuana satan var. Yəni eyni modellərdə baxın, fikir verin axtarışda məhsulun adına fikir verin. N7 ilə başlayır, yəni N7 modelindən söhbət gedir. 37.7 yuana satan var, 36.8 yuana da satan var. 50 yuana da satan var. Yəni bilmirəm niyə satıcı daha baha satır. Baxın görün, mən ən ucuzunu baz alacağam. Yəni misal üçün bu məhsulumuz 36.88 yuana satılır. Bir kərə klik edirəm. Baxın, gördüyünüz kimi məhsul. Qeyd edim ki, tərcümə də eləyib məhsulun açıqlamalarına baxa bilərsiniz. Həmçinin satıcının reytinginə baxıb alış-veriş etməyinizi tövsiyə edirəm. Gələcək videolarımızda bunun tərcümə videosu da çıxacaq. Baxın, məhsulumuz bu şəkildədir. Bu məhsulumuzda qiyməti ekrana əlavə etmişik. 36.88 yuana satılır. Dostlar, ayaqqabı modellərinə baxmaq istəyirəm. Misal üçün burada indi bir modelin ümumi qiymətinə baxacağam. Tutaq ki, burada var. Deməli, burada listələnim 43 yuana. Amma bu məhsulun fərqli satıcılarda daha detallı bir şəkildə qiymətlərinə baxacağam. Ekran screen alıram. Ekran screen aldıqdan sonra Taobao'nun ana ekranına gəlib bir dənə də şəklini daha detallı bir şəkildə məsələn çıxacaq. Baxın, gördüyünüz kimi eyni məhsuldur. Ümumiyyətlə məhsul axtararkən fərqli satıcıların qiymət müqayisəsini eləyin. Yəni birbaşa məhsulu gördünüz, almağı məsləhət görmürəm. Ola bilər ki, sizə bahadan satıla bilər. Deməli, bu məhsulumuz 39.4 yuana satan var, 29.8 yuana da satan var.
Bu niyə daha baha satır? Açıqcası bilmirəm. Yəni mən ən ucuzunu nəzərdə tutacağam. Bu 2026-da çıxandı. Bu isə 2025, amma arasında çox qiymət fərqi var. Deməli 49.9-a satan var. Təbii ki, bunlar razmerinə görə dəyişir dostlar. Bu 29 yenə satılana baxmaq istəyirəm. Bunun nə fərqi var? Yəni eyni məhsulda baxın gördüyünüz kimi eyni məhsuldur. Ola bilər ki, fərqli qiyməti dəyişir. Yəni seçənəyinə görə, razmerinə görə də bunun qiyməti dəyişilə bilər. 29.8 olaraq listelənib. Yəni bu şəkildə. Yəni bu 29.8 olanın mən ekranını bir kere skrin alım. Nəzərinizdə alaq ki, baxın bu modeldir. A808 modeli. Baxaq görün bu məhsul Pinduoduo satılırmı? Aha, məhsullarımızın baxın bu şəkildə çeşidli qiymətə listelənib. Deməli bu məhsul 2026-da çıxıb. 2026 olan məhsuludur. Bu nədir? 27.4-ə satan var, 19.8-ə satan var, 25.9-a satan var. Ən ucuzu, yəni hələ ki bunu gördüm. 19.8 yuana satan. Yəni burada kuponlarda var. Qeyd edim ki, Pinduoduo'da fərqli kuponlar təqdim olunur. Yəni kupon qiymətindən endirmə düşür. Mən onu nəzərdə alın. Yəni nəzərinizdə alın ki, kupon qiymətidir. Normalda məhsul ola bilər 27 yuan, amma sizə kuponla verə bilər 19.8-ə. Deməli bu şəkildə baxın, gördüyünüz kimi məhsul budur. Eyni, yəni şəkildə görürsüz də bax. Yəni ki, eyni məhsuldur. Bu məhsulumuz burada 19.8-ə listelənib. Baxın, gördüyünüz kimi ola bilər ki, fərqli model olmamaq üçün mən baxıram, amma eyni şeydir. 19.8, burada isə 29.8-ə listelənib. Bax, misal üçün bu çantaya baxmaq olar. İndi mən test üçün bir çantanı seçdim. Yəni ki, çanta burada 59 yuana qeyd olunub, amma şəkillərindən daha fərqli satışlara da baxacağıq. Baxın, misal üçün bu çantanın bir şəklinə daxil olmaq istəyirəm. Çantamız budur. Yəni ki, rəngi falan hər bir şey burada listelənib. Mən çantanın ekran görüntüsünü skrin alıram, qiymət müqayisəsi etmək üçün. Aha, deməli dostlar, 63.7 yuana satan var. 22 yuan. Bu çox güman ki kuponla verir. Yəni burada mən sizə qeyd edeyim, baxın bunlara fikir verin. Taobao-da fərqli kuponlar olur. Yəni ki, məhsul orada listelənmişdi. Satıcı ana səhifədə 59 yuana paylaşıb, amma burada kuponla 22 yuana satır. 63-ə satan var. Bu niyə bahadır? Açıqcası bilmirəm. Aha, bu 2026-da çıxanıdır. Yəni ki, ilinə görə də qiymət dəyişir. 77 yuana satan var. 59-a satan var. Yəni nəticə olaraq ən ucuzu baxın 17.8-ə də satan var. Bu 2024 modelidir. Yəni yəqin parçasına görə, yəni ki, modelinə görə qiymətlər dəyişir. 520 modelidir. Bu nədir? Mən buna baxaq. Yəni bu kupondan verir. Yəni fərqli qiymət olana baxaq da dostlar. Yəni nəticə nəzərdən sonra bir 22 yuana verir, amma köhnə qiyməti 37 yuandır. Onu da sizə qeyd edeyim. 59 2025 2026 modeli. Bu burada 2026, burada 22 yuana verir. Bu niyə bahadır açıqcası bilmədim. Modelə görə qiymətləri çox güman ki dəyişir. Onu da qeyd edeyim sizə. Misal üçün çantaya belə baxa bilərik dostlar. Misal üçün bu çantanı gəlin belə eləyək də. 59 yuan olanı var. 2026 fərqli qiymətə. Baxın bu 2024 yazılıb. Bu məhsulu müqayisə eləyək. Baxın gəlin bu məhsul burada 22 yuana satılır. Düzdür, bu fərqlidir. Bahalı olandan fərqlidir. İlinə görə fərqlidir. Tərcümə eləyib də açıqlamanı mütləq şəkildə baxa bilərsiniz. Baxın, burada alan adamlar şəkillərini paylaşıb. Yəni ki, aldıqdan sonra daha sonra şəkillərini paylaşıblar. Baxın, gördüyünüz kimi. Burada gördüyünüz kimi çantamız buradadır. Bu çantanın şəklini skrin alıram. Bir dənə bu çantanın şəklini alaq. Nəticə olaraq Taobao-da bu məhsulumuz 22 yuana satılır. Yenidən daxil oluram Pinduoduo saytımıza. Ola bilər ki, bəzi məhsullar Pinduoduo yox, Taobao-da daha ucuzdur. Yəni məhsullar dəyişilə bilər. Qeyd edeyim ki,
Baxın, deməli fərqli-fərqli satıcılara çıxdı. 48 yenə satan var, 58 yenə satan var, 23. Baxın burada 16.9-a gördüm mən. Aha, 19.8-ə gördüm. 520 modeli var. Buna da bir dənə baxmaq olar Taobao-da. Yəni 520 yazılanlara da baxmaq olar. 30 yenə paylaşan, amma nəticə olaraq da burada 16.9-a paylaşan gördük. Yəni eyni məhsul da dostlar. Burada fərqlilik var. 26-13 2025 yazılıb. 16.9. Baxın burada məhsulumuza baxıram. Eyni məhsuldur. Heç bir fərqi yoxdur. Ola bilər, yəni deyirəm, materialına görə dəyişilə bilər, amma yəni məncə çox da fərqi yoxdur bunun. 26-13-2025. Nəticə olaraq bu məhsulumuzda Pinduoduo da 16.9 yenə satılır. Deməli, burada markasına baxmasam 26-13-2025. Yenə də burada nəticə olaraq Pinduoduo daha ucuz oldu. Dostlar, qiymət müqayisəmiz bu qədər idi. Fərqli məhsulları da özünüz araşdırıb baxa bilərsiniz. Yəni mənim şəxsi fikrimə görə Pinduoduo Taobao'ya görə daha ucuzdur. Qeyd edim ki, hər iki proqramda da, yəni çatdırılmaq üçün çatdırılma ödəniş edirsiniz. Ona görə də müqayisə edə bilərsiniz. Bu videomuzda bu qədər idi. Xahiş edirəm kanalımıza abunə olun və bizə dəstək olun ki, belə videoların davamı gəlsin. Əgər bu videoya maksimum dərəcədə, yəni like gəlsə, istədiyimiz izləməniz alsaq, bu videoda, gələn videomuzda biz bu saytların tərcüməsini və açıqlamalarına baxmağı göstərəcək, təqdim etdik Fikirli kanalı.